Ermənistan Silahlı Qüvvələrinin 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%, Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olmuş, 700 min nəfərə yaxın həmvətənimiz öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və Respublikanın 62 şəhər və rayonlarında 1600-dən çox obyektdə müvəqqəti məskunlaşmışlar. Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 20 min Azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdu. Bunların 30%-dən çoxunu uşaqlar təşkil edir. Yüksəlişə can atmaq insanın təbiətindədir. O doğulduğu andan tez boy atmaq, böyümək, ağıla kamala dolmaq istəyir. Öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərməyə səy edir. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir. Vətən yolunda canını fəda edən vətən övladı əslində ölmür. Əksinə, ölümü ilə ölümsüzlük qazanır, şəhidlik adına yüksəlir. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Qəhrəmanlıq vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban vermək deməkdir. Belə qəhrəmanlardan biri də Quliyev Mətləb Kamran oğludur. O, 1992-ci ildə leytinant rütbəsində daxili qoşunlarda xidmətə başlayıb. Cəbhənin müxtəlif istiqamətlərində cəsarətlə vuruşub. Mətləb Quliyevin başçılıq etdiyi vзвод Ağdam cəbhəsində ön cərgədə vuruşurdu. Ermənilər dəfələrlə hücuma keçsələr də, onları pulemyot atəşi ilə geri oturdurdular. Mətləb döyüşü məharətlə idarə edir, ən çətin dəqiqələrdə özünü bu və digər mövqelərə çatdırırdı. 1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şəxsi şücaət göstərib, pulemyotla tək başına düşmənin üzərinə yeriyib, onlarla erməni yaraqlısını məhv edib, özü də qəhrəmanlıqla həlak olub. Belə qəhrəmanlar heç vaxt ölmürlər. Onlar qədir bilən xalqımızın qəlbində əbədi yaşayır, gələcək nəslə örnək kimi həmişə xatırlanır. أشهد أن محمدًا رسول الله حي على الصلاة حي على الصلاة Allahım, bu mərtəbənin böyüklüyü qədər ağrısı da böyükdür. Onlar indi vətən üçün qara torpaqdadılar. Məkanlarını cənnət elə, qəbirlərini nurla doldur. Dualarımız sənədir, ya Rəbbim. O hiss onun içində var idi. Ona nə qədər də təsir eləsələr də, nəysə də, körpə uşağım var 2 dənə, ya nəsə, o onun içində idi. O Xocalı hadisəsindən sonra o gecə səhərə qədər yatmadı. Mənə deyirdi ki, sən bilmirsən axı nələr olub. Gəl deyim sənə nələr olub. Sən bilmirsən axı. Mən nə bilim, bir dənə Allah şahiddir ki, mən yalan demirəm. Heç bunu nəyə görəsə də demirəm. Onsuz da o vətən üçün şəhid olub, şəhiddir. Yəni, qeyrətli oğul idi, getdi. Şəhidlərimiz hamısı qeyrətlidir. Biz ailədə 3 uşaq idik. Özü ziyalı ailəsindən idi. Yəni, atam da müəllim idi, anam da müəllimə idi. Beyləqanda anadan olmuşuq hər üçümüz. Orada böyümüşük 3-cü sinifə qədər təxminən. 3-cü sinifdən
ailə vəziyyətinə əlaqədar Sumqayıta köçmüşük. Ondan sonra orada 13 növbəli məktəbdə oxumuşuq. Həm qardaşım Mətləb, balaca qardaşım məndə. Bütün bunlara baxmayaraq o bizim bu Qarabağ məsələsi ortalığa düşəndən sonra bu cəbhədən əl çəkmədi. Dedi ki, mən o rast ki, mənim rayonlarım əldən gedir, mən orada olmalıyam. Tez-tez gedirdi ora. Axırıncı dəfə deməli gedəndə Ağdərədə vuruşurdu. Oradan səsi gəldi ki, mən Ağdərədə vuruşuram, oradayam belə. Onda da onun ikinci uşağı olmuşdu, Arzu adında qızı. Təzə gəlib, elə arada bir dəfə gəlib uşağı görüb getmişdi. Əslində belə fikirləşirik ki, insan üçün övlad hər şeydən dəyərlidir. İnsan üçün valideyn hər şeydən dəyərlidir. Və mən artıq dərk eləməyə başlayanda ki, atam 2 az yaşlı körpəsini 7 aylıq və 3 yaşında, 3 yaş yarımında qardaşım, 7 aylıqsa mən olmuşdum, bizi qoyub vətəni seçdi. Yəni, vətənin bizdən üstün tutdu. Bizim kimi yüzlərlə övlada görə o vətənin seçdi. Deməli, onun üçün övlad sevgisi, ana-ata sevgisi vətən sevgisindən daha az idi. Vətən sevgisi daha çox üstünlük təşkil elədi. Bəlkə də bilirsən, sənin qəbrinin üstünə gələndə heç vaxt gilə eləməmişəm. Səni heç vaxt ölmüş hiss etməmişəm. Fikirləşmişəm ki, şəhidlər ölmürlər. Sənin adınla, qəhrəmanlığınla fəxr etmişəm. Amma uşaqlar sənə görə məni çox incidirlər. Arzu 5-ci sinifdən indiyə qədər sənə şeirlər yazır. Ata, sənə ehtiyacım var şeirini kim oxusa dözə bilməz. Faiq 22 il yaşasa da səni 22 dəqiqədə yaddan çıxartmadı. Faiq çox ağıllı idi. Heç vaxt məni nə işdəsə başı aşağı eləməyib. Əslində, atam haqqında xatirələrim çox azdır. Niyə? Çünki atamı itirərkən mən 7 aylıq olmuşam. Yəni, o yaşda bir körpə uşağın heç bir şey yaddaşında qala bilməz, aydın məsələdir. Nə onun duruşu, nə yerişi, nə səsi, heç bir şey xatırlamıram. Atamın mənə ən gözəl körpəlik xatirəsi odur ki, mənim adımı atam qoyub. O mənim üçün yeganə, ən gözəl xatirədir bəlkə də. Avqustun 30-u saat 8-15 dəqiqə qalmış, deyir, onu vurdular. Ki, onun əskəri qalıb yaralı, onu çıxartmaq istəyibdi də, dağın döşündən. Onda onun da qılçını, sol qılçını vurub, deyir, sındırmışdılar. Deyir, o çöndür arxaya, bircə dəfə bizə əl elədi. Deyir, bizdə də zirehli texnika yox idi də, şey eləmə. Amma səhərə qədər atdıq ki, onları apara bilməsinlər. Amma elə bil onlar yuxarıdan vurublar, onlar yuxarıdaymışlar. Amma kəndirə bağlayıb ikisini də qaldırmışdılar, əsir aparmışdılar onlar. Əskərində onu da yaralı. Çox vırışıb gəlmişdi, Ağdamın özündən zəng eləmişdi və ki, Arzuya xəstələnmişdim, görüm nətərdir belə. Deyir ki, yaxşı olacaq baldızı, torpaqları alacağıq. Qaydasınız yerinizdə, yurdunuzda, vətəninizdə. Axırıncı səfər Heylə mənlə danışdı. Sonra 2 gündən sonra xəbər gəldi ki, belədir, şəhid olur. Ata kimi hər zaman babamı bilmişəm, atamın atasını bilmişəm. Yəni, atam olmasa da ilk ata sözünü də bəlkə mən babama demişəm. Mənim babam üçün də olduqca ağır idi. Əlbəttə ki, hər zaman deyirdim, yəni elə bir yerinə yetməyən arzum yox idi babam sağ olanda. Mənim üçün, yəni belə deyək, sözdə baba idi, amma bəlkə də atası olanlardan daha artıq gözəl atalıq eləmişdi mənim üçün. Əvvəllər başa düşmürdü. Babası elə bilirdi atası idi. Həmişə mənə sual verirdi, niyə mənim atam belə qocadı? İllər keçdi, başa düşdü ki, atası şəhid olub. Həmin gündən o sənə şeirlər yazır. Səni yuxuda görəndə də sevinirdi. Deyirdi, heç olmasa yuxuda da olsa atamı gördüm. Səni görmüş kimi səni şeirlərində canlandırırdı. İkisi də böyüyürdü. O şeirlər
bəlkə də məni atamla bağlayan, atama necə deyim, hisslərimi biruzə verən misralar mənim üçün başa sala bilmirəm. Çox böyük təsəlli idi. Hər hiss elədiyimdə, hiss elədiklərimi yazmaq çox sakitləşdirirdi məni. Çünki kimsə ilə paylaşa bilmirdim. Yəni anamla danışıb onu üzə bilmirdim. Qardaşımla paylaşa bilmirdim, çünki eynən mənim yaşadıqlarımı o da yaşayırdı. Bəlkə də onun çiynindəki yük daha ağır idi deyə mən onu daha üzmək istəmirdim. Çünki o mənə qardaş yox, atalıq eləməyə çalışırdı. Ona görə də məcbur idim ki, elə xəyallarımla paylaşım, atamla paylaşım. Adımı sən qoydun, arzumsan dedim. Körpəmsən, qızımsan, nazlımsan dedim. Arzu qoydun ki, çatım arzuma. Hicran yazılmasın mənim yazıma. Hardan biləydin ki, belə olacaq? Arzu balan səni sənsiz qalacaq. Körpəydim. Körpəydim, seçmirdim ata qucağım. Məni isidirdi baba qucağı. Elə ki, böyüdüm biraz, dərk etdim. Atalı qızlara mən həsəd etdim. Deyirlər, övladlar atadan heç vaxt yetim olmuyorlar. Yalandır valla. O sözü işlədən ata kəlməsinə, ata məsləhətinə heç olub möhtac. Baxıbmı həsədlə qonşu qızına atasını qucaqlarkən, dolubmu gözü? Əgər yaşamayıbsa bu hissləri o, hansı haqla deyib o acı sözü? Kimsələr yerini verməyib, ata, bundan sonra isə heç verə bilməz. Məzarın ocağım, qibləgahımdır. Kimsə imanımdan döndərə bilməz. Yavaş-yavaş havalar soyuyurdu. 2009-cu ilin dekabrı gəldi. Elə çox sevinirdim. Deyirdim, ay Allah, sənə çox şükür, Faiq məktəbi qurtarır. Sən demə, dekabr elə bir tufan qoparacaqdı ki, Həcərin dünyası alt-üst olacaqdı. Dekabrın 14-ü, birinci gün. Faiq akademiyadan gəldi, yeməyini yedi, biraz dincəldi. Mən də bərk xəstələnmişdim, yatmışdım. Özümü çox pis hiss eləyirdim. Axşam saat 8 olardı, Faiq idmana gedirdi. Arzu isə dayısı gildə idi. Xəstəliyim yox idi, amma nədənsə elə bil nə yerdə idim, nə göydə. Özümü bilmirdim necə hiss eləyirdim. Mən bəlkə gedim nəsə bir sərhəd zonasında, nəsə heç olmasa bir erməni öldürüm də, deyirdi Həcər, mənə deyirdi. İçində hiss eləyirdin ki, nəsə var da onun. Var deyəndə olmalıdır da indi. Onun içində, o mənim üçün təəccüblü deyildi. İndi balam idi də, deyirdim ki, ay Faiq, müharibə olarsa əgər olmasın da, hər şey qoy sülhlə olsun, ölməsin bir də heç kimin balası. O qədər şəhidlərimiz var, deyirdim. Bəlkə sülh yolu ilə olar, müharibə olarsa gedərsən. Deyirdim, müharibə olarsa sən lap neynəsən də gedəcəm. Deyirdim, bəs mən yazığam axı Faiq, papanı itirdim, bəs sən. Amma indi deyirəm ki, Faiq yaşım şəhid olaydı. Faiq kimi oğlanı maşın vurdu, öldü. Amma deyirəm ki, boy, kaş Faiq şəhid olaydı, deyirəm. Heç mən ona ağlamazdım inşallah. Bax, heç vaxt oğlum ağlamazdım. Şəhid analarına da deyirəm indi. Deyirəm ki, oğlu şəhid olan analar ağlamasınlar. Onların balaları şəhid olub. Onlar xalq üçün, vətən üçün şəhid olub. Yəni onların tanınmağı üçün tək atamın demirəm, yenə deyirəm, tək atam mənim üçün hamısı atam qədər əzizdir. Yəni insan var ki, bəlkə də şəhidlər xiyabanına gedəndə öz atasının, qardaşının, yəni əmisin, dayısının, kimi varsa, oğlun, onu yad edir. Siz təsəvvür edin, mən bütün cərgələri gəzirəm. Nə qədər zaman itkisi də olsa ki, o mənim üçün zaman itkisi deyil, yəni elə düşünən insanlar da var, az deyil. Yəni gedim, bayramdır,
gedim özümün gün qəbri üstünə bir qərənfil qoyum. Yox, elə deyil. Çünki mənim atam kiminsə övladı üçün necə canından keçibsə, yəni vətən üçün keçib, kimlərsə üçün keçibsə, mənim üçünsə keçib, onlar da mənim üçün keçiblər. Faiq öldü. Həmin gündən mən də öldüm. Yox idim, amma həyatda gəzirdim. Fikrim o dünyada qalmışdı. Faiq oxudu, amma mənə nə diplom gətirdi, nə də istədiyi qızı. Hər şeyi yarımçıq qaldı balamın. Sənə deyirəm, bəlkə sənin taleyin balankindən yaxşı oldu. Sən oxudun, evləndin, balan oldu, sonra da ən yüksək zirvəyə ucaldın, şəhid oldun. Bəs mən sənə sual verirəm, mənim taleyim necə? Mənim taleyim ikinizinkindən də pisdir. Tək qalmışam, çarəsiz qalmışam. Qoyma sönsün bu evin çırağı. Faiq səni eşidər, gəl onu qoyma getsin. Amma Faiq anasını da, bacısını da gözü yaşlı qoyub getdi. Sən də hayıma gəlmədin. Heç səndən də səs çıxmadı. Elə bil mənim fəryadımı eşitmədin. Elə sakit idin ki, elə bil balanla qovuşdun. Amma mən 4 ildir Faiqsiz qalmışam. Amma içimdə elə bir his var ki, fikirləşirəm ki, o sənin yanındadır. Sizi yuxularımda görəndə səninlə dalaşıram. Mən iki dünyanın arasında qalmışam. Nə burada qərar tuta bilirəm, nə də ora gələ bilirəm. Nə Faiqsiz qala bilirəm, nə də arzumu tək qoya bilirəm. İndi sən mənim sualıma cavab ver. Mən indi gəlimmi, qalımmı, yoxsa bu acı taleyimlə barışımmı?